Hər birinizi salamlayıram. Yeni bir podkastda hər birinizi yenidən xoş gördük. Ötən podkastımızda Çıraq platformasının əsas mahiyyətini, məqsədini və hədəflərindən danışmışdıq. Bu podkastımızda isə mən və fikir ortaqlarım Tuqay və Nahidlə yeni bir mövzu üzərində danışacağıq. Mövzumuz isə milliyyətçilikdir. İlk sualımı istəyirəm ki, Nahid sənə verim. Səncə milliyyətçilik nədir? Mahiyyəti nədir milliyyətçiliyin? Mən də hər birinizi salamlayıram ilk növbədə, bütün izləyicilərimi salamlayıram. Bilirsən, milliyyətçi anlayışı həm bir qədər mürəkkəb, bir qədər də mübahisəli məsələdir. Milliyyətçiliyi mürəkkəb edən bahis amil ondan ibarətdir ki, milliyyətçiliyin həddən artıq çox növləri var. Etnik milliyyətçilik, romantik milliyyətçilik və s. ilə. Ona görə də milliyyətçilik anlayışı hər növlərin birində fərqli bir mənaya sahib olur, fərqli bir çalara sahib olur. Lakin onu mübahisə edən bahiscə bir amil ondan ibarətdir ki, biz indi bunu növbəti dəqiqələrdə müzakirə edəcəyik. Qloballaşan bir dünyada yaşayırıq, postmodernist, modern bir dünyada yaşayırıq və ən mübahisəli suallardan biri budur ki, milliyyətçilik haqqında indiki dövrdə, müasir dövrdə milliyyətçilik anlayışı artıq modasını itirmiş, köhnəlmiş bir anlayışdır, yoxsa hələ də bizə buna ehtiyacımız var? Bunu indi növbəti dəqiqələrdə müzakirə edəcəyik daha detallı. Mən milliyyətçilik anlayışını izah etmək üçün əsasən iki yoldan istifadə edəcəm. Birinci olaraq milliyyətçiliyə ümumi bir tərif verəcəm. Ümumi milliyyətçilik anlayışına necə baxır dünya. İkinci də bizim öz milliyyətçilik anlayışımız necədir? Bunu izah edəcəm. Belə bir şey deyim də, milliyyətçilik mövzusuna tərif verməmişdən qabaq, bu anlayışa tərif verməmişdən qabaq, orada milliyyətçilik sözündə millət sözü var da. Məsələn, millət nədir? Əvvəlcə onu açıqlamaq lazımdır ki, belə bir çox sosioloqlar, məsələn, xüsusən də Antoni Simiz millət sözünə belə bir tərif verib ki, eyni tarixi, ortaq mədəniyyəti, ortaq mifləri, ortaq iqtisadiyyatı, ortaq tarixi hissləri paylaşan bir icmaya, bir topluma millət deyilir. Və bunun milliyyətçiliyi necə bağlaya bilərik? Oradan da milliyyətçiliyə tərif vermək olar məncə. Milliyyətçilik özü də elə hər hansısa bir xalqın öz kimliyini, tarixini, mənəvi dəyərlərini qoruması və onu inkişaf elətdirməsidir. Bir qədər bunu müqəddəsləşdirmək kimi də, yəni bəzi xalqlar var ki, həqiqətən öz dəyərlərini həddən artıq müqəddəsləşdirirlər. Bu da artıq milliyyətçiliyin fərqli bir növünə aid olunur. Ümumi bəs Çırağın milliyyətçiliyə baxışı nədir? Bilirsiniz, biz milliyyətçilik anlayışını əsas götürərkən öz ideyamız olaraq biz burada heç də düşünmürük ki, məsələn, bəzi dünyada milliyyətçilik anlayışına sahib olan xalqlarda bəzi o virus düşüncələr deyirlər. Onlar var ki, biz seçilmiş irqiyik, biz üstün irqiyik, nə bilim, bizə vəd olunmuş millətlərdən daha üstün görürlər özlərini. Bəli, bizə vəd olunmuş torpaqlar var, belə anlayışlar var. Bizim milliyyətçilik anlayışımız tamamilə bu fikirlərdən, yəni təmizdir. Bunlardan uzaqdır. Bizim milliyyətçilik anlayışımız əsasən mədəni dəyərlər üzərində qurulmuş anlayışdır. Keçən səfər Tuqay özü də dedi, bu milliyyətçilik anlayışının ümumi strukturlarını sıraladı, tarix, mənəviyyat, bəli. Yəni bizim milliyyətçilik anlayışımız tam olaraq bunun üzərində qurulur. Milliyyətçilik nədir açıqladın. İndi isə növbəti sualım istəyirəm ki, Tuqaya verim. Nahid milliyyətçiliyin nə olduğunu açıqladı. Səncə milliyyətçilik nə deyil bəs? Milliyyətçilik nə deyildir? Əvvəla bunu anlamaq üçün yəni çox zəruri bir şeydir bunu anlamaq. Çünki milliyyətçiliyin bu gün biz görürük dünyada həm irqçiliklə, həm geri qalsa fanatizmlə daha çox belə qarışdırılır. Ona görə milliyyətçilik əsasən insanlarda bir vahimə yaradır, xüsusən də cəmiyyətdə bir vahimə yaradır. Nahid bayaq çox gözəl toxundu. Milliyyətçiliyin ifrat dərəcəsi artıq gəlib irqçiliyə çıxır. Çünki radikallıq. Yəni rasizm də adlanır bu fəlsəfədə. Yəni irqçilik də bizim bildiyimiz kimi o deməkdir ki, bir millətin, bir xalqın öz etnik mənsubiyyətinə görə, milli mənsubiyyətinə görə, öz irqinə görə özünü digər millətlərdən üstün saymasıdır. İrqçiliyi ona görə milliyyətçiliklə eyniləşdirirlər və ya qarışdırırlar ki, çünki milliyyətçiliyin dediyi, təbliğ etdiyi şeyləri eyni ilə irqçilik də təbliğ edir, o da deyir. Amma fərq bundan ibarətdir ki, irqçilik həmin bu dəyərlərə görə özünü digər millətlərdən daha çox üstün görür, daha çox, yəni özünü mərkəzdə qoyur da daha çox. Özünü mərkəzdə qoyur. Bir də milliyyətçiliyi qarışdırmamaq üçün birinci fanatizmi də anlamaq lazımdır. Fanatizm nədir? El arasında yobazlıq kimi də tanına bilər bu. Yəni fanatizmin bir neçə növləri vardır ki, bunlar hansı növlərdir? Fanatizm məsələn onun 4 əsas xüsusiyyəti var. Bunlardan biri tənqidi dözümsüzlükdür. Tənqidi dözümsüzlük o deməkdir ki, bir insan öz millətinin, öz milli dəyərlərini qoruyub saxlayır, bunları mənimsəyir və bunlara tənqid edilməyin qarşısını alır və bunlar deyir ki, bu dəyərlər tənqid edilə bilməz. Təbii ki, yanlış bir şeydir. Hər şey tənqidə açıqdır. Fikir bildirmək olar. Fikirlər müxtəlifdir. Hansı ki, fanatizmin digər bir
tərəfi də ondan ibarətdir ki, fikirlərin müxtəlifliyini qəbul etmir. Yəni heç bir fikir sorğulana bilməz. Bu bir doqma kimi qəbul edilməlidir. Ancaq bir aspektdən baxır hər şeyə. Bəli, ancaq bir aspektdən baxır. Təbii ki, bu həmin milləti inkişaf etməsinin başlıca maneələrdən biridir. Ondan sonra məcbur etmə vardır ki, bir millət öz dəyərlərini götürür və bunu məcbur şəkildə istər təhsil mərkəzlərində olsun, istər ictimai yerlərdə olsun, ümumiyyətlə cəmiyyət daxilində bu dəyərləri məcbur şəkildə aşılayır. Yəni bu dəyərlər sorğulana bilməz, tənqid edilə bilməz, fikir yürüdülə bilməz və bu dəyərlər bir bütün şəklində cəmiyyətə məcbur edilməlidir. O təbliğ edilməlidir. Növbəti isə sözünü kəsirəm. Bayaq dedin, tənqidə bir dözümsüzlük var fanatizmdə. Bunu ümumi nə ilə bağlamaq olar? Məsələn, mən düşünürəm ki, ümumi olaraq bir fərd əgər tənqidə mən həmişə fərdi və cəmiyyəti bir tərəzinin iki gözünə qoyuram da. Mənə görə cəmiyyət fərqli fərdlərdən təşkil olunur. Əgər bir fərdi yaxşı müşahidə edə bilsək, cəmiyyəti də bir o qədər anlaya biləcəyik. Məsələn, bir fərd əgər tənqidə qapalıdırsa, bunun nə səbəbi olar? Ya həyatı olduqca belə keyfiyyətli keçmir və bu səbəbdəndir ortaya hal-hazırda nəsə yeni bir iş qoya bilmir ki, ancaq köhnələrlə öyünür və buna görə də bu tənqid olunmaq istəmir, qorxur. Cəmiyyətdə də eynən bu şəkildə özünü təzahür edə bilər. Təbii ki, eləyir. Bunun əsas məqsədi ondan ibarətdir ki, bir xalq vaxtı ikən çoxlu müstəmləkəyə məruz qalır, müharibələrə, inqilablara məruz qalır. Məcazi mənada desək bu cəmiyyət yorulur və bundan sonra o təbii ki, ayağa qalxması üçün, dirçəlməsi üçün milliyyətçiliyə ehtiyac duyulur onda. Bunun üçün də o öz dəyərlərini sən dediyin kimi tənqidə qapalı elan edir, yəni bu dəyərlərimi qəbul edirəm. Amma o anlamalıdır ki, hər bir dəyərin möhkəmləməsi üçün o birinci tənqid edilməlidir. Çünki o tənqidi nə dərəcədə dözümlü deyil, birinci o yoxlanılmalıdır, test edilməlidir, tarixin sınağından keçməlidir. Və bundan sonra o bir dəyər kimi cəmiyyətin içərisində formalaşmalıdır. Və bu da milliyyətçiliyə əslində ziyan vurur. Yəni, elmdə də əslində belədir. Əgər məsələn bir teoriya əgər sübut olunmaq, isbat olunmaq istəyirsə, mütləq ki, başqa alimlər tərəfindən dəfələrlə tənqid olunmalıdır. Bu fərd və cəmiyyət məsələsinə toxundun ki, cəmiyyətlər fərdlərdən təşkil olunmuşdur ki, burada kimlik məsələsi də ortaya çıxır da, cəmiyyətin insan kimliyinə bir təsiri varmı, millətin insan kimliyinə bir təsiri varmı? Kimliyi üç yerə bölə bilərik də, kimlik olaraq kimlik nədir deyək ki, bu insan dünyaya gələndən müxtəlif hisslər yaşayır, müxtəlif duyğulara, müxtəlif inanclara sahibdir ki, bu onun kimliyini formalaşdırır və kimlik də daha sonra məsəl üçün etnik kimlik var və milli kimlik var. Etnik kimlik yəni sən hansı etnik qrupa daxilsən, hansı irqə daxilsən, hansı millət deməyək də, hansı necə deyək, qrupa icmaya belədir. Hansı qrupa daxilsən, yəni genin hardan gəlir, həmin məsələ var. Bu etnik kimlikdir. Bir də milli kimlik. Milli kimlik odur ki, sən etnik olaraq bir olmaya bilərsən. Məsəl üçün bəzi şəxslər var ki, etnik olaraq köçüb məsəl üçün gedib başqa millətlərə çıxır. Məsəl üçün bəziləri gedib ərəblərə çıxır, bəziləri başqa millətlər olur. Sadəcə daha sonra qaynayıb qarışdığı üçün bu bəzi məsəl türklərlə qaynayıb qarışdığı üçün dil birliyi var, tarixi birlik var. Yəni bu gün Azərbaycanda bəzi şəxslər ola bilər ki, düzdür onların etnik kimliyi bizim etnik kimliyimizlə bir olmaya bilər. Amma bunlar bizimlə eyni dərdə sahibdirlər. Eyni tarixi hisslərə, dil ortaqlığı var. Bəzi çox ortaqlıqlar var. Bunlar bizim milli kimliyimizi formalaşdırır. Milli kimlik deyə. Millət anlayışına onsuz tərif verəndə də orada gendən ya genetikadan danışmadıq əgər gördünsə, əsasən o dil, tarix, mədəniyyət ortaq. Bizim çatdırmaq istədiyimiz məsələ də budur da. Çünki Azərbaycan bu gün dövlətimizdə bir çox millətlər var. Bu millətlər deyəndə etnik qrupa sahib şəxslər var, müxtəlif millətlər var. Və biz əgər sırf etnik kimlikdən danışsaq, gərək onları ayıraq kənara qoyaq ki, onlar bizim millətimizdən deyil, biz onlardan üstünük, biz onlardan ayrıq. Bu əslində belə deyil. Düz etnik kimlik də tanımaq da doğru bir şeydir. Sən öz etnik kimliyini tanımalısan. Amma səninlə bir coğrafiyada yaşayan, bir coğrafiyanı bölüşən, bir eyni tarixi bölüşən şəxslər artıq o səninlə eyni millət kimi sayılır. Burada sən ümumi o mədəni təkəbbür məsələsinə gəldi. Məsələn, xalqlar bir-birinə onlar təkəbbürlü baxırlar da bir mədəniyyətinə. Ümumi burada mən yaxşı olar ki, bu milliyyətçiliyin növləri var da. Bu hansı növünə aid olunur milliyyətçiliyin, onu demək yaxşı olar. Ümumi bayaq dediyim kimi milliyyətçiliyin həddindən artıq çox mürəkkəb növləri var. Məsələn, adi baxırsan görürsən insanların adı ilə, liderlərin adı ilə bəzi xalqlarda milliyyətçi hərəkatlar belə başlayır. Yaxın Türkiyədə də belə buna misal gətirilə bilər. Dünyada ən məşhur milliyyətçilik növlərindən biri etnik milliyyətçilik hesab olunur. Çünki həm də etnik milliyyətçilik tarixi öz qara damğasını vurub da, Almaniyada olsun, İtaliyada olsun, Yaponiyada olsun. Etnik milliyyətçilik mənim baxış açıma görə ən belə radikal, mədəni təkəbbür olduqca çox açıq olan və başqa xalqların sömürülməsinə, istismar olunmasına haqq qazanan bir milliyyətçilik növüdür. Məsələn, Yapon imperiyası qurulanda 30-cu illərdə
Yapon xalqı düşünürdü ki, biz aliyik, bizim qanımız təmizdir, çünki onlar qarışmayıblar ada ölkəsi olduğuna görə və bu səbəbdən biz Asiyanı idarə etmə hüququna sahibik. Bundan sonra nə baş verdi? Hücum olundu Filippinə, Çinə və başqa ölkələrə və yaxud Almaniyada olsun, İtaliyada olsun. Bu etnik milliyyətçiliyin ən bariz nümunələri bunlardır. Lakin etnik milliyyətçiliklə ən çox eyniyyət təşkil edən romantik milliyyətçilik var. Romantik milliyyətçilik bilirsiniz mənim fikrimcə etnik milliyyətçiliyə dəstək verən bir axındır. Bunu əsasən mən İtaliyada çox görürəm, Mussolini dövründə. Etnik milliyyətçiliyin məqsədi heç də o deyil ki, məsələn, tarixdə olan hər hansısa bir mifologiyanı, mifoloji qəhrəmanı ya tarixi bir personajı xalqa tanıtsın. Məqsəd o deyil. Məqsəd ondan ibarətdir ki, həmin o qəhrəman həddindən artıq çox şişirtsin, olduğundan çox belə bəzəsin, düzəsin və xalqa təqdim eləsin ki, xalq özünü daha belə dəyərli hiss eləsin. Bu da əslində bunu mədəni milliyyətçiliklə də qarışdırırlar. Amma romantik milliyyətçilik həddən artıq mədəni təkəbbüra açıqdır. Bu da ümumi olaraq başqa xalqların mədəniyyətinin, dilinin aşağı görülməsinə gətirib çıxarır. Məsələn, bizdə belə bir anlayış var, ingilis dili öyrənənlərə bir qədər qərbə qərəzli bir baxış var ki, başqa dil öyrənənlərdə məsələn, o bizim dilimizi öyrənir. Məsələn, əgər insan milliyyətçi olursa belə, mən düşünürəm ki, bu sağlam şəkildə olmalıdır. Bunlar tamamilə absurd bir düşüncələrdir ki, düzdür, öz dilində, öz danışığında başqa xalqların, məsələn, ingilisin ya rusun sözlərindən nə qədər az istifadə eləsin, o yaxşıdır. Amma ümumi bu milliyyətçilik anlayışı insanın ya xalqın inkişafının qarşısını almamalıdır. Əksinə onu daha da yuxarı aparmalıdır. Əslində tarixdə də belə təəssüfkeş belə etnik milliyyətçilər olub da ki, məsələn Çar dövründə ruslaşdırma siyasəti, ruslaşdırma siyasəti rusları köçürüblər ki, bura xristianlıq qəbul etdirmək istəyirlər. Xristianlıq yəni millət anlayışı fərqli deyil. Sadəcə ruslaşdırmaq istəyiblər. Məsələn bu Abbasilər dövründə də baş verib ki, Abbasilər xilafət dövründə ərəblər köçürüblər Azərbaycana ki, ərəbləşdirsinlər. Amma bu mümkün olmadı da. Həqiqətən mümkün. Düz qaynab qarışdılar bunlar. Müxtəlif mədəniyyətlər, müxtəlif dəyərlər artıq bir-birinə qaynab qarışdı, amma milli kimlik olaraq hələ də qoruyub. Etnik milliyyətçilik biraz mane olur. Etnik milliyyətçiliyin çox mane. Həm də üzr sözünü kəsdim. Burada ümumi çıraq hansı milliyyətçilik növünə aiddir, onu da bir açıqlasaq məncə yaxşı olar. Çırağın milliyyətçiliyi əsasən mədəni milliyyətçilik üzərinə qurulub. Bayaq da dedik, təkrara yol vermək istəmirəm. Mədəni milliyyətçilik və mədəni təkəbbürdən tamamilə uzaq qalmağa çalışırıq, uzaq olmağa çalışırıq. Biz bilirsiniz necədir? Bir var keçmişi tamamilə rədd edib ancaq gələcəyə yönələsən. Bir də var ancaq gələcəyə baxıb keçmişi tamamilə rədd edirsən. Bunlar bir insanın iki gözü kimidir. Bəlkə orta yol tapmaq lazımdır bu ikisi arasında. Əgər keçmişi sən tamamilə rədd eləsən, gözünün birini kor eləmiş olacaqsan. Yox, tamamilə özünü keçmişə də mismarlasan, onda belə çıxır ki, sənin ümumiyyətlə gələcəklə bağın etəcək. Ona görə bunların arasında ortaq bir yol tapıb irəliləmək lazımdır mədəniyyət. Çırağın mədəni milliyyətçiliyi üçün əsas olan 3 əsas şərti var ki, biri maariflənməkdir, biri fikirlərin müxtəlifliyini qəbul etməkdir, biri də tolerantlılığı qoruyub saxlamalıdır. Tolerant. Bir də mən belə öz müşahidəmi deyəcəm bu mədəni milliyyətçiliklə ilə bağlı. Mən fikir vermişəm hansı bir fərd ya şəxs öz milli dəyərləri üzərinə bir kimliyi qurursa, həmin şəxs daha belə zəngin, mənəvi cəhətdən zəngin və daha belə möhkəm xarakterli olur həmin gənclər. Mən bunu özümdə də görürəm. Tədricən nə var ki, məsələn öz milli mənəvi dəyərlərimizdən nəsə nümunə götürüb özümdə tətbiq edəndə görürəm daha belə fərqli bir mənəvi çəklənmə baş verir insanda. Digər bir məsələni çatdırmaq istəyirəm ki, milliyyətçilik məsələsi nə vaxt ortaya çıxdı? Buna sosioloqların və araşdırmaçıların baxışları nədir? 3 baxış var bu məsələ barəsində. Əsas 3 baxış var ki, birinci ibtidai milliyyətçilikdir. Yəni insan bu tarixin əzəldən bəri var. Yəni etnik kimlik olaraq bayaq dediyim kimi etnik kimlik olaraq var və sən bunu dəyişdirə bilmərsən. Yəni məsəl üçün bir etnik kimliyə sahib olan başqa milli mədəni dəyərləri qəbul edə bilməz. Bu sənin qədərindir və bu tarixdən əzəldən bəri belədir. Bu ibtidai milliyyətçilikdir. Digər var bu daha çox necə ifratda, yəni milliyyətçiliyin ifrat məsələlərindən biri budur, ibtidai. Bəs millət dəyişmir ümumi olaraq. Biz deyirik məsələn bu millət talihdir. Talih elə ki dəyişilə bilməz də. Ona gələcəm indi. Bu ibtidaidir. Bu deyir ki, dəyişə bilməz, yəni qaynayıb qarışa bilməz, başqa millətlərdən təsirlənə bilməz. Artıq bu ayrıdır. Digəri var modernist görüş var ki, modernist Gelnerdir, Andersondur, Hobsbawmdur ki, kimi sosioloqlar bu fikirdədirlər ki, milliyyətçilik modern dövrün məhsuludur. Bu da
bu 20-ci əsrdən 18-19-cu əsrdən sonra müharibələr, bəzi inqilabi cərəyanlar meydana gələndən sonra bu milliyyətçilik məsələsi ortaya gəldi. Məsələn, Amerikada, Fransada və Almaniya, İtaliyada müəyyən inqilablar oldu ki, milliyyətçi inqilablar oldu ki, bunlardan sonra meydana gəldi. Daha sonra 2-ci Dünya müharibəsindən sonra daha bu böyüdü. Milliyyətçilik məsələsi ortaya çıxdı. Hətta günümüzdə yəni bu istismar məsələsinə görə bəli, yeni ərazilər. Bəli. Bunu deyirlər ki, səhv tərəflər də var ki, məsəl üçün bəzi millətlər artıq kiçik qruplar artıq başladılar ki, etnik milliyyətçilik olaraq da, etnik kimlik olaraq özlərini üstün tutmağa başladılar və kiçik qruplar başladılar ki, özlərini ayırmağa çalışırlar müxtəlif yerlərdən. Bu ikinci görüşdür. Üçüncü görüşdə etnosimvolistlərdir ki, etnosimvolistlər orta yolda dayanırlar. Deyir ki, nə tam etnik deyil, milliyyətçilik tam etnik deyil də, tam necə deyək, gen məsələsi deyil. Nə də tam modernist baxış deyil ki, sonradan milliyyətçilik sonradan yaranmır. Bu tarixən var. Sadəcə bu qaynayıb qarışır, bayaq dediyimiz kimi bir millət digər millətdən təsirlənir, müxtəlif mədəniyyətlər birləşir, müxtəlif millətlər yaranır. Bax, məsələ budur. Bizim də çatdırmaq istədiyimiz əsas məsələ budur ki, ola bilər biz tənqid oluna bilərik, müxtəlif dəyərlər tənqid olunsun, amma əsas təməl məsələlər var ki, biz onları qəbul edirik. Bizim milli mədəni dəyərlərimizdən danışacağıq da, bizim əsas çatdırmaq istədiyimiz məsələlər bunlardır. Biz bu milli mədəni dəyərlərə sahib çıxmalıyıq. Ola bilər ki, məsələn, ingilis dilini dedin, ingilis dilini niyə öyrənirik və yaxud başqa milli mədəniyyətlərdən niyə təsirlənərək, niyə onlardan nəsə götürürük. Bu artıq bu üçüncü görüş budur ki, götürə bilərsən. Amma qloballaşan dünyanın qanunudur. Bəli, götürə bilərsən, təsirlənə bilərsən. Zaten tarixən belə olubdur. Yəni millət bu cür yaranır da. Millət bir qədimdən bəri qalmır. Millət zamanla yaranır. Həm qədimdən var, həm də zamanla formalaşır və ya inkişaf edir. Yeni mədəniyyətlər, yeni dəyərlər yaranmağa başlayır. Bizim də amma bu o demək deyil, keçmiş dəyərləri inkar etməsi. Necə deyirlər, gələcəyə baxış, bir də keçmişə baxış. Bu ikisini bir-birinə birləşdirməlisən. Bu baxış var. Belə bir şey deyim. Deməli Bernard Lewis-in məşhur tarixçidir. Onun bir kitabında mən oxumuşdum. Sən bayaq dedin ki, məsələn, əsasən milliyyətçilik, millət anlayışı Fransız inqilabından, Avropada olan inqilablardan sonra meydana çıxıb. Əslində bizim tarixə baxanda ümumi İslam coğrafiyasına millət anlayışı bizdə çox az olub. Düzdür, türk olub, fars olub, ərəb olub, lakin baxanda qaynaqlara müsəlman bu İslam coğrafiyasında yaşayan xalqlar özlərinin heç vaxt məsələn fransız, fars, türk, ərəb adlandırmır. Müsəlman, qeyriləri də qeyri-müsəlman, yəni kafir adlandırılır. Bizdə millətçilik yox, ümmətçilik yox. Məsələn, Cəlal Məmmədquluzadənin ən böyük şikayətlərindən biri nə idi? Deyirdi, Azərbaycan xalqına deyirik, hansı millətsən? Deyirdi, müsəlman. Səhvləmirəmsə Cəlal Məmmədquluzadə. Yəni onun əsas mahiyyəti ondan ibarət ki, düzdür, xalq millət olaraq millət anlayışı yox idi. Ona görə deyə bilmirdi Azərbaycanlıyam. Heç məsələn Axundzadə də məsələn özünə tam olaraq bəzən Azərbaycanlı deyirdi. Çünki Azərbaycanlı anlayışı da o vaxt tam formalaşmamışdı. Bəzən deyirdi İranlıyam. İranlı demək fars demək deyil bu arada, bunu da deyir. Yəni orada məsələn bizim qaynaqlarda belə İslami qaynaqlarda məsələn Avropalılara belə İngilis, Fransız belə adlanmırdılar. Ya xristian deyirlər, ya qeyri-kafir deyirlər, ya da qeyri-müslimlər deyirlər. Yəni düşmanlarımızı belə qeyri adlanır, qeyri mütləq olmayan şəkildə, qeyri-müəyyən şəkildə adlar verirdi onlara. Çünki hədislərdə də mütləq şəkildə qeyd edilir ki, yəni küfür tək ümmətdir. Bəli. Bir də Quranda da qeyd edilir ki, müsəlmanlar bir-birinə qardaşdır, bölünməz. Ona bağlayırdılar da məsələn. Ona bağlı. Bizdə ümumiyyətlə bu İslam coğrafiyasında milliyyətçi ərəblərlə başladı. Özün bilirsən. Ərəb əcəm deyirdilər. Artıq digər millətlərə öz adlarını demək. Bir ərəb var idi, əcəm var idi. Hicaz başladı, səbəblərsə ərəblərdə. Belə ki, birinci onu ruslar başlatmışdı 18-ci əsrdə sırf Osmanlıya qarşı ki, ərəb bir millətçilik hərəkatı başlatsınlar, Osmanlı parçalansın. Bəli. Amma ruslar o qədər də bacara bilmədi ərəblər üzərində. Lakin sonradan ingilislər bunu çox yaxşı işlədilər. Hicazda gördük ki, məsələn, Şərif Hüseynin başçılığı Şərif Hüseyn başçılığı ilə Hicazda artıq millətçi hərəkətlər başladı. Bundan sonra da yavaş-yavaş bütün Osmanlıdan parçalanmağa. Tarixən belə hadisələr də baş verib də. Məsələn, ərəb-əcəm məsələsində ərəblər də o dövrlərdə düzmünlər müsəlman olublar. Amma həqiqətən çox təəssübkeş olublar millət məsələsinə görə. Ərəb-əcəm, yəni bizdən qeyriləri hamısı əcəmdir. Bizə ziddirsə artıq burada dini də ortadan çıxartmışdılar. Bu dilə görə idi, həm də deyəsən ərəblər daha belə bəlağətlidir. Ərəb var idi, əcəm var idi. Ərəb daha bəlağətli danışan, əcəm amma yox. Bəzi dəyərli şəxsiyyətlər var idi ki, artıq onlar bunun fərqinə varırdılar. Digər millətlərlə bir əlaqələri var idi və həmin şəxsləri bu bir bəhanə gətirdilər, öldürdülər ki, digər əcəmlərlə münasibəti var. Əcəmləri ərəblərdən üstün. Əcəmlər İraqlılar da səhv. İranlılara da deyirdilər, onlara əcəm deyirdilər, amma digər millətlər də əcəm sayılırdı onlar üçün.
Tuqay, sualım sənədir ki, Azərbaycan milliyyətçiliyini nə gücləndirir səncə? Gəldik əsas mövzuya. Bəli. Azərbaycanda milliyyətçiliyi möhkəmlənən əsas səbəblərdən biri tarixi bütünlüyün qorunmasıdır. Hansı ki, Azərbaycanda tarix tədris edilərkən, tarix fənni tədris edilərkən bir əsas məqam gözlənildir ki, tarixi bütünlük qorunmur. Yəni tarix bilgisi hadisələr xronoloji ardıcılıqla sıralamağı bilməkdir. Keçən podkastda bunu vurğuladım, təkrar yol vermək istəmirəm. Yəni tarixi bütünlük o deməkdir ki, mən də bir misal göstərəcəm, bu misal çəkəcəm. Yəni əvvəla Şah İsmayıldan biz götürəndə niyə oradan başladım? Çünki Azərbaycan dövründə yeni dövrümüz oradan başladı. Bizim bildiyimiz kimi ilk Şah İsmayılın hakimiyyətə gəlməsi ilə bizim ilk mərkəzləşmiş və güclü böyük bir dövlətimiz yaranır ki, hətta imperiyalar arasında mərkəzləşmiş cəhətdə ən güclü Səfəvilər dövləti idi və ondan sonra yeni dövr başlayır Azərbaycan tarixində. Ondan sonra gələndə 1736-cı ildə Səfəvilər dövlətinin dağılması əslində bu bizə tarixi dağılma kimi göstərdi. Yəni bir dövlət dağılır, yeni bir dövlət onun yerində yaranır. Amma əslində burada tarixi yanlışlıq var ki, burada yeni bir dövlət yaranmır. Burada əslində Nadir Şah yeni bir sülalə kimi əvəzləyir Səfəvləri. Səfəvləri əvəzləyir, amma yeni bir dövlət yaranmır. Bunu Ziya Bünyadov dəfələrlə öz tarix kitablarında qeyd edirdi. Çünki yeni bir dövlətin yaranması üçün heç bir əsas yoxdur ortada. Yəni paytaxtı köçürə bilər, idarə formasını dəyişə bilər, ərazilər dəyişə bilər, hətta yeni inzibati formada yarada bilər, bölgə apara bilər, amma bu dövlətin yenidən yaradılması üçün bir əsas vermir. Belə bir şeydir. İndi o vaxt partiya falan yox idi. Bu bir partiyadan digər partiyaya keçilməsi məsələsi. Parlament dəyişirdi. Dəyişmək məsələsi. Ümumi bəs dövlətin yenidən qurulması üçün nə etməliydi? Məsələn, Nadir Şah tam olaraq ki, orada o deyə bilərdi ki, artıq yeni dövlət yarandı. Bu artıq sülalə dəyişimi deyil. Çünki dövlət birinci Səfəvilər dövləti tam olaraq ortadan yox olmalı idi. Çünki Səfəvilər dövləti ərazilərini itirdi, mərkəzləşmə zəiflədi, amma paytaxt olaraq İsfahanda öz varlıqlarını sürdürürdülər. Çünki bu o zaman olardı ki, İsfahan tutulandan sonra tamamilə Səfəvilər sülaləsi, yəni başqa bir dövlət tərəfindən devrilsin, o hakimiyyətdən uzaqlaşdırılsın və bundan sonra o dövlətin tam süqut etməsi sayıla bilərdi. Amma təbii ki, Səfəvilər dövlətinin yenidən ayağa qalxmasını, onun birləşdirməsini eləyənlərdən biri də Nadir Şahın özü oldu. Ondan sonra artıq Nadir Şahın 1747-ci ildə ölməsi Şah İsmayılın qurduğu dövlətin dağılması demək idi. Çünki Şah İsmayılın qurduğu dövlət 1747-də dağılır. Yəni 36-da bu dağılmır. Bu sadəcə sülalənin dəyişməsi idi. İstəyirəm, Nadir Şahın dövründə birinci üsyanlar oldu. Birinci Azərbaycanda 3 dənə Sam Mirzə üsyanı oldu ki, onların artıq üsyanları sırf belə deyək də dövləti Səfəvi dövlətini qurmaq deyildi. O necə deyək, nəsilcə sülalənin bərpa etməsi. Və 1747-ci ildə dağılan bu dövlət Ağa Məhəmməd Şah Qacar tərəfindən bərpa edilir. Bərpa edilərkən artıq Şah İsmayılın qurduğu o dövlət tamamilə bərpa edilir. 1796-cı ildə bu dövlət tamamilə bərpa edilir və ondan sonra artıq Qacar sülaləsi adı altında bu, yəni Ağa Məhəmməd Şah da özünü həm də Qacar hökmdarı elan edir. Təbii ki, o Şah İsmayılın birinci qılıncını öz belinə bağlayır Ərdəbil məqbərəsində. Yəni özünü Səfəvilərin varisi elan edir. Təsadüf deyil ki, Qacarlar bizim Qacarlar dövləti kimi tanıdığımız o dövlətin himni əslində Şah İsmayılın dövründə ordu marşı idi. Yəni həmin o ordu marşını 1900-lərin əvvəllərində artıq bir himn kimi qəbul edirlər. Ondan sonra Ağa Məhəmməd Şah Qacarın qurduğu o dövlət, yəni bərpa etdiyi o dövlətdə 1925-ci ildə əslində dağılımı, orada da yenə sülalə dəyişimi olur. Çünki burada da yenə heç bir əsas yoxdur. Biz deyirik ki, məsələn, Qacarlar dövləti dağıldı, yeni bir dövlət yarandı onun yerində. Xeyr, sadəcə olaraq Türk hakimiyyəti sona çatır İran dövlətində və Fars kökənli Pəhləvi sülaləsi hakimiyyətə gəlir və İran inqilabı dövründə də 78-ci ildə də orada da yenə yeni bir dövlət yaranmır. Çünki və mən onu demək istəyirəm ki, tarixi bütünlüyün qorunmasında əslində 1501-ci ildə olan o dövlət bu gün də əslində var və onun dövləti varisidir. Çünki bu bütün hakimdə gələn sülalələr bir-birlərinin əvvəlki mirasını qəbul edirdilər, onu sahibllənirdilər və mövcud olan dövlətçilik ənənələrini davam etdirdilər. Baxmayaraq ki, İran inqilabında tamamilə yeni bir idarə forması yaranır, yeni bir sistem yaranır ki, əvvəlkində bu yad idi, amma yenə də yeni bir dövlət kimi sayıla bilmir. Çünki beynəlxalq hüquqa nəzərən indiki Rusiya Sovet hökumətinin davamı sayılır və Sovet hökuməti Çar Rusiyasının davamı sayılır. Məsələn, bu gün Sovet hökuməti ilə Çar Rusiyasının arasında fərqi biz görəndə təbii ki, yəni dağlar qədər fərq var da, arasında bir uçurum qədər fərq var. Çünki 1917-ci ildə o hakimiyyət dəyişimi olur, ideologiya dəyişimi olur, idarəetmə formasında dəyişim olur, amma yeni bir dövlət yaranmır. Hətta paytaxt belə dəyişilə bilər, amma yeni bir dövlət yaranmır. Ona görə də ruslar bu gün yaranma tarixlərini hələ Rus çarlığının yarandığı dövrdən hesab edirlər. Fransızlar eynən Fransa inqilabını eləyəndə öz yaranma dönəmlərini oradan götürmürlər. Hələ 843-cü ildə Verden müqaviləsindən götürürlər ki, Böyük Frank imperiyasının parçalanmasından sonra Fransa yaranır, ondan götürürlər. Yəni tarixi bütünlük qorunmalıdır. Azərbaycan
əsasən də gəncləri burada vurğulayacağam. Azərbaycan gənclərinin də gözündə belə bir düşüncə var ki, əsasən tarixdən danışanda süvarilərdən bəhs edərkən sanki ayrı bir dövlət kimi, ayrı bir dövlət kimi bəhs edirlər. Yəni elə ki, başqa bir tarixin, başqa bir dövlətin bir tarifi. Sən dedin ki, İran indi bir dəqiqə İrandakı hakimiyyət əslində Səfəvilərin bir varisidir, düzdür. Bəs Azərbaycan buradakı Azərbaycan kimin varisidir? Hə, Azərbaycan kim varisidir? Biz əslində bunu anlamaq üçün birinci Qacar dövlətində olan bir münasibəti aydınlaşdırmaq istəyirəm. Qacar dövlətinə Azərbaycanda elə bir münasibət bəslənir ki, sanki Qacarlar Azərbaycan parçalanmanın ruslarına eyni masaya oturmuşlar. Xeyr, əslində eyni masaya oturmurlar. Qacar hökuməti əslində bütün Azərbaycanı almaq istəyir. Yəni eyni ilə Şah Təhmasib Şirvan nə üçün gəlmişsə, birləşdirmək üçün, ya Şah İsmayıl nə üçün gəlmişsə, Qacarların məqsədi eyni ilə o idi. Sadəcə olaraq bacarmırlar, gücləri çatmır və belə qərara gəlirlər ki, biz bütün Azərbaycanı birləşdirə bilmiriksə, heç olmasa Araza qədər alaq. Heç olmasa bu bizdə qalsın. Yəni geri qalan bölməsini isə tərəfi isə nə vaxtsa gücümüz çatar, müqavilənin şərtlərini ləğv edib alarıq. Çünki biz bilirik ki, tarixdə belə bir həqiqət var ki, mütləq həqiqət var ki, bütün müqavilələrin ömrü tərəflərdən biri o müqaviləni pozana qədər davam edir. Yəni kimin çox gücü çatsa, o müqavilənin ömrü orada bitəcək, yəni çatacaq. Qacarlar da əslində bunu eləyirlər, sonra baş verən siyasi proses nəticəsində onun gücü çatmadı, bərpa edə bilmədi. Və ondan sonra biz imperiyadan uzaq düşdük. Bir söz desək, bir gövdədən uzaq düşmüş kimi hiss elədik özümüzü, Şimali Azərbaycan bölgəsi. Və 1918-ci biz məcbur qaldıq Cümhuriyyət elan etdik. Çünki biz Cümhuriyyət elan etməkdən başqa bizim yolumuz yox idi. Biz təbii ki, yəni monarxiya elan edə bilməzdik. Çünki Cümhuriyyəti elan edənlər xanların soyundan gələn insanlar idi. Yəni Fətəli xan Xoysu olsun, Əlimərdan bəy Topçubaşov olsun. Hamısı bəy və xanların soyundan gəlirdi və burada bir fikir ayrılığı ola bilər ki, hansımız hakimiyyətə gəlir. Çünki bu varislərin hamısı eyni hüquqa bərabərdir əslində. Yəni bu xan varislərin hamısı eyni hüquqa bərabərdir və hamısı Azərbaycan üzərində haqq iddia edə bilərdi. Ona görə Cümhuriyyət elan etdilər və hətta Məhəmməd Əmin Rəsulzadəyə deyirlər ki, Cümhuriyyətin hansı növünü elan edək, yəni parlamentar olsun, yoxsa respublika olsun. O deyir ki, qoy parlamentar olsun, yəni xalq özü idarə etsin dövləti. Dövlətin başında olan simvolik olaraq idarə edən prezident qoy xalqın qarşısında, yəni parlament qarşısında cavabdehlik daşısın. 18-ci ildə həm də artıq bilinirdi də oradakı parlamentdə o insanlar, Cümhuriyyəti quran insanlar arasında lider kim olacaqdı. Çünki Məhəmməd Əmin Rəsulzadənin həm nitq qabiliyyəti yaxşı idi, həm də ümumi onun partiyası əvvəldən var idi. Özü Türkiyədə olanda, Osmanlı İmperiyasında olanda artıq Azərbaycanda qurmuşdu öz partiyasını. Düzdür, özü burada fəaliyyət aparıb, şəxsən gəlib Azərbaycanda əli müsavatın başında deyildi, lakin Türkiyədə onu idarə edirdi. Yəni artıq orada Cümhuriyyət quranlar toplananda orada bilinir ki, kim idi. Yəni bugün İran İslam Respublikasına münasibətdə biz elə baxa bilərik ki, bizim cənub torpaqlarımız başqa bir dövlətin hakimiyyəti altında qalıb. Əslində başqa bir dövlətin hakimiyyəti altında deyil, sadəcə olaraq Azərbaycanda hakimiyyətdən uzaqlaşdırılmış bir şəkildədir. Biz bilirik ki, 1925-ci ildə Azərbaycanlılar, rəsmən türklər hakimiyyətdən uzaqlaşdırıldılar. Məhz elə bu səbəbdən də 45-ci ildə Pişəvarinin başçılığı ilə Cənubi Azərbaycan özünü respublika elan etməyə çalışır. Çünki o gördü ki, artıq Azərbaycanlılar həmin o qədim dövlətin idarə etməsindən uzaqlaşdırılır və bunlar özlərinin müstəqil dövlət kimi idarə etməyə qərara gəlmişlər. Hətta onu da deyim, İran inqilabı dövründə şəriət mədiri vardı, Azərbaycanlı Ayətullah idi. O belə artıq inqilablar başlayan dövrdə Təbrizi tutmuşdu, məsələn, Təbrizdəki üsyançılar, Azərbaycanlılar. Hətta Pişəvərdən sonra İran inqilabı dövründə də Azərbaycanlılar orada cümhuriyyət elan etmək istəyirdilər. Yəni onsuz İran coğrafiyası uzun müddət türklər, pis türklər tərəfindən, Azərbaycan türklər tərəfindən idarə olunur. Hələ də orada mən inanmıram o iddialar hələ də, yəni sönsün də. İran inqilabından təxminən 45 il keçib. O qədər uzaq bir tarixdə deyil İran inqilabı. Bu məsələnin açıqlamasından bu Qacarlar məsələsində Qacarlara baxışımız bir mənalı deyil. Hələ də bəşəriyyət elə bilir ki, Qacarlar əslində bizim düşmənimizdir. Bu cür bir şey formalaşıb yəni. Bunun səbəbi də mən düşünürəm ki, bu Sovet Rusiyasıdır ki, həmin dövrdə Vaqif məsələsi var. Vallahi Pənah Vaqiflə Qacarlar arasında həmin məsələni çox şişirdilər. Artıq Sovet Rusiyası məcbur idi ki, artıq çünki İbrahim xan Çar Rusiyasının tərəfində idi həmin dövrlərdə. Döyüşü udutmuşdu da faktiki. Bilirəm, amma hər halda məcbur onun tərəfindən Qacar gəldi ki, bu birləşdirmək istədi, Şuşanı ələ keçirmək istədi. Orada Molla Pənah Vaqiflə artıq bunun məsələsini Sovetlərin çox şişirdilər. Bilmirəm, həmin söhbətlər olub-olmayıb, amma onu çox şişirdilər həqiqətən. Bir də Qacar şahlarının Azərbaycan xalqının, xüsusən də Cənubi Azərbaycandakı türklərə etdiyi o zülmləri çox şişirdilər təbii ki, bu ola bilər. Yəni bir hakimiyyət xalqına zülm edə bilər, amma bu nəticəyə gəlmir ki, bu dövlət bizi düşmənçi, yəni bizim deyil. Bunu inkar etməyə mənasına gəlmir. Bir də bir şey qeyd edeyim. Qacar hökmdarları dövründə
Səlimci Nəsrəddin Şahın dövründə ilk dəfə kağız pullar buraxılır İranda və üstündə Məmalik-i Məhrusi İran yazılırdı. Yəni özlərini İran adlandırmasını da çox şişirdirlər ki, bu yəni bu şahlar özlərini İran şahı adlandırmışlar. Dolayısıyla bu dövlət türk dövləti ola bilməzdi. Türk kökənli İran bir coğrafiya adı ola bilər məsələn. Təbii ki, İran bir coğrafiya adıdır və orada hakimiyyətə gələn kim olursa olsun, hansı millətdən olursa olsun, dövlətin adı İran olacaq təbii ki. İran adlı bir dövlət olmayıb onsuz da, o sadəcə coğrafi. Hə, yəni bu Fars hökmdarı adlandırsaydı eyni problem yaşana bilərdi. Amma yeri gəlsə tarixin bəzi dövrlərində Nadir Şah da özünü İran şahı adlandırıb, hətta Səfəvilərə qarşı olan məktublaşmalarda da özlərini İran şahı adlandırırdılar. Çünki o coğrafi məkanın adıdır. Bunların məşğullar türk dilində olub da əsas məsələ. Biz həm də İran məncə qurulanda İran adının seçilməsi məsələsi var. İran seçdilər ki, İran qoyulsun da bu dövlətin adı. Bizdə necə ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulanda qurucular Azərbaycan adını seçdilər ki, çünki İran bizdən də çox orada etnik millətlər bizdən də çox da, yəni xüsusən də orada məsələn Azərbaycanın türklər xüsusi üstünlük coğrafiya adı qoyaraq, bir millət adını qoysaydı. Orada məsələn Fars bir adı qoysaydı, dövlətin adı Farsi olsaydı məsələn, ya Pers olsaydı, o da İranın gələcəyi taleyi üçün ciddi problemlər yarada bilərdi. Necə ki, məsələn, bu gün Türkiyə həmin o problemlərin içində, yəni boğulur həqiqətən də o Türkiyə adına görə. Amma Azərbaycanda indi bir dəqiqə o problem yoxdursa, biz Sovet dövrünün planlarını doğru toxundu. Çünki Sovet dövrünün ən böyük qorxusu bu idi ki, və Sovet hökuməti bilirdi ki, əslində biz Rusların tərkibini keçməsəydik, biz bütün bir şəkildə bu gün də var olacaqdı. Və ola bilsin ki, biz cümhuriyyəti elan edərkən demokratik bir sistem quraq ki, onu Dərbənddən tutmuş, yəni Hörmüzə qədər bütün ərazilərdə qura bilərdik, yəni bu sistemi bərpa edə bilərdik. Təbii ki, bu mücərrəd bir məsələdir. Tarix belə mövzuları xoşlamır. Azından dəqiq danışan deyil. Bir məsələni toxunmaq istəyirəm ki, Şah İsmayılın biz varisi yoxsa məsələsi. Həqiqətən də biz Şah İsmayılın varisi əgər bunu qoruya bilsək, bu milli mədəni dəyərləri qoruya bilsək. Çünki bu gün baxaq da əlimizdə nə var? Milli mədəni dəyərlər var, inancımız var, müxtəlif dəyərlər var, tarixi irsimiz var. Və biz bunları hələ də tanıya biliriksə, bunlar hələ də bizim əlimizdə varsa, bu kimi kişilərin sayəsində olub ki, bunlar yaşadıblar həqiqətən. Ona görə bunu deyə bilməliyik və bu varisə sahib çıxa bilməliyik. Yəni siyasi cəhətdən varisi olmasaq da, çünki biz 18-ci ildə ilk dəfə Şimali Azərbaycanda bir cümhuriyyət elan edib, bir dövlət yaradıldı. Yəni mənəvi cəhətdən onun varisi idik. Bizdə bilirsən də elə bir tarixə baxış iki cür olur da, ya həddən artıq çox şişirdirsən tarixi, ya da həddən artıq çox aşağı görürsən. Bizdə daha çox aşağı görmək var. Məsələn, Şah İsmayılda daha çox aşağı görürlər ki, dini fanatizminə görə. Amma ümumi mən düşünürəm ki, bütün xalqların tarixində qalaq-qalaq səhvlər də var, düzlər də var. Tənqid məsələsi var. Biz məsələn özümüzü tarixdə çox aşağı görürük. Lakin biz tarixdə məsələn o səhvləri götürüb həqiqətən indi məsələn Azərbaycan ümumi siyasətinə baxanda görürük ki, yox, yaxşı əslində dərslər çıxarda bilmişik. Məsələn, düzdür, Şah İsmayılın bəlkə də dini fanatizmində bəzi səhvlər var idi. Amma biz bu gün görürük ki, öz siyasətimizdə bütün dini icmalara eyni münasibəti bəsləyir. Dərsi biz 18-ci ildə çıxardıq. O dərsi artıq biz almışıq Şah İsmayıldan. Və yaxud da ki, xanlıqlar dövründə biz parçalanmamalıydıq. Artıq biz o dərsi almışıq. Ona görə tarixi səhvi ilə doğrusuna qəbul etmək lazımdır. Onu nə bilim aşağı görüm, tənqid eləyim. Kimsə özünü məsələn daha belə dəyərli göstərmək üçün, fərqli göstərmək üçün bu yollara əl ata bilər, atır da. Amma bu yollara çox əl atırlar. Neçə dəfə məsələn tarixi konfranslarda mən oldum. Bəzən də universitet daxilində olsun, universitetdən xaric olsun. Elə insanlar var idi ki, yəni həmin konfranslarda, yəni Azərbaycan tarixini bölgə aparanda, tabii bir nəfər bölgə aparmışdı. Biri deyir qədim dövr Azərbaycan tarixi, sonra gəlir Səflər imperiyası və Cümhuriyyət dövrü. Yəni o qədim dövrdən 18-ci ilə qədər olan dövrü Səflər imperiyası adlandırmaq, onu yəni bu söz oyunudur da, yəni sözlə öz əcdadını alçatmaq deməkdir, aşağılamaq deməkdir. Bir şey deyim bu. Həm də alqışladı onu. Şah İsmayıl Xətaini bəziləri istəyirlər ki, məsələn, İran məsələsinə görə istəyirlər ki, türk olmasından uzaqlaşsınlar, türk deyildi. Əslində bayaq dedin, həmin dövrdə milliyyətçilik məsələsi olmur. Yəni həmin dövrdə Osmanlı çıxarıb göstərib çıxıb desinlər ki, biz türk həmin milliyyətçilik məsələsini ortaya gətirsinlər, desinlər ki, onlar həqiqi farsdılar, biz onlara görə gəlib vuruşaq. Onlar belə bir şey olmur əslində. Osmanlı həmin dövrdə özünə türk demirdi. Adamlarda müsəlman anlayışı. Onlar dedilər o bizim dinindən başqa şeylər inanır və bizə görə biz ona döyüşməliyik. Dini məsələyə görə Osmanlılar necə deyim, nifrət edirdilər həmin döyüş məsələsinə. Yoxsa burada milliyyətçilik adlı bir anlayış olmuydu ki. Amma türk dilində Şah İsmayıl Xətai türk dilində məktublar yazıb, türk dilində şeirlər yazıb. Bir nəfər deyirdi ki, Osmanlı həmin dövrdə məktublar yazanda fars dilində idi.
Və ondan əlavə əgər Nizamidə götürək, Nizami Gəncəvinin əgər bir millətçilik anlayışı olsaydı, bu niyə həm ərəbcə şeir yazır, həm farsça yazır, həm də Azərbaycanca yazır. Deməli burada nədir? Millətçilik anlayışı olmayıb da. İndi məsələn Avropada o dövrdə necə idi? Fransız dili hakim bir dil idi də. Daha çox əsərlər o dildə yazılırdı, fransızca. İndi də o dövrdə də fars dili həqiqətən çox zəngin dildir. Bunda yəni bunda ayıb bir şey yoxdur da. Fars dili zəngin dil idi türk dilindən. Çünki türk dili hərbi dil olub. O qədər zəngin deyildi. Amma fars dili zəngin dil olub, ədəbiyyat dili. Şeiranə dildir də, belə deyək, şeir dilidir. Bu tarix biraz dərin mövzudur. İstərəm bundan biraz çıxarsan. Növbəti mövzumuz Azərbaycançılıq nədir? Bilirsiniz, Azərbaycanın ideologiyası nədir? Yəni sualı belə qoyaq. Bilirsiniz, ümumi bu mövzuya girişməmişdən əvvəl mən təklif edərdim ki, niyə bizim bir ideologiyaya ehtiyacımız var? Bunu açıqlayaq. Ümumi tarixi təcrübə bunu göstərir ki, əgər xalqın o inkişaf vektorları var da, istiqamətləri var. Əgər o istiqamətlər müəyyən bir ideologiyaya fokuslanmayıbsa, həmin o bir ideologiya üzərində hərəkət eləmirsə, zaman keçdikcə yavaş-yavaş xalqın həm mədəni, həm mənəvi, siyasi, bütün təbəqələrində yavaş-yavaş bir çöküş yaranmağa başlayır, böhran yaranmağa başlayır. Və elə bunun nəticəsində də görürük cəmiyyətdə yad ideyalar formalaşır, həmin ideyalara xidmət edən yad insanlar, yəni yad icmalar formalaşmağa başlayır. Məsələn, bu gün hamı narazıdır ki, Azərbaycanda niyə bu qədər belə deyim də səviyyəsiz deyirlər də indi onu. Məsələn, səviyyəsiz kontentlər daha çoxalıb. Məsələn, tamam fərqli bir insanlara sözlər verilir. Layiq olmayan insanlara sözlər niyə verilir? Biz də elə bunu özümüzə rəhbər götürüb dedik ki, biz danışmasaq, əgər burada başqaları danışır. Elə bu özümüz danışaq onda. Yəni əsas ideologiyanın olmaması gətirib nəticəsi buna çıxarır. Azərbaycanda indi belə mövcud bir ideologiya yoxdur. Azərbaycan xalqı məsələn uşaqlarımız məktəbə gedir. Biz universitetlərdə oxuyuruq, ortaya sual çıxır, niyə oxuyuruq? Yəni, xalq bir yerdə hərəkət eləyər ki, ya millət, cəmiyyət, ölkə bir yerdə inkişaf eləsin, çiçəklənsin. Lakin biz ona görə biz elədiyimiz hər bir hərəkətdə bir mənasızlıq görürük. Dərin bir mənəvi böhran, eksistensial bir böhran var. Cəmiyyət olaraq, fərd olaraq yox. Ona görə də gərək ilk olaraq biz ideologiyamızı formalaşdıraq. Lakin indi bayaq çıxışın başlanğıcında dedim ki, qloballaşma məsələsi. Qloballaşan dünyada deyirlər ki, xeyr, millətçiliyə ehtiyac yoxdur. Niyə? Çünki qloballaşma deyir ki, nədir qloballaşma? Bütün dünya xalqları, bütün dünya millətləri və dövlətləri eyni dəyərlərə, eyni mənəvi dəyərlərə, eyni iqtisadi dəyərlərə, siyasi və sosial dəyərlərə sahib olmalıdır. Bu gün hamımız deyil. Yox. Bu gün hamımız eyni yeməkləri yeyirik. Hamımız eyni geyimləri, eyni dünyada hamımız eyni musiqiləri, eyni filmlərə baxırıq. Ay sağ ol. Bu nədir? Qloballaşan dünyanın bir təsiri. Düzdür, bunun müsbət yanları varmı? Hə. İqtisadi bəlkə müsbət yanı olar, dövlətlər bir-birinə. Orta yolçu məsələsi var da, yəni ifrata varmamaq şərti ilə. Qloballaşmanın tək mənə görə müsbət tərəfi ola bilər ki, iqtisadi olaraq bəlkə inkişaf yaradır. Lakin onun ən böyük məsələn mənfi cəhətlərindən biri millət anlayışı ortadan götürülür. Bir millət məsələn mədəniyyət yavaş-yavaş görürsən buxarlanmağa başlayır. Mənəviyyat buxarlanmağa başlayır. Nə bilim ondan əlavə iqtisadiyyatda da dövlət başqa ölkələrdən asılı vəziyyətə düşməyə başlayır. Çünki ancaq oradan-buradan alış-veriş eləyir də. Mallar başqa ölkələrdən gəlir. Ona görə də məncə millətçi anlayışı heç də yersiz anlayış deyil, əgər o düzgün şəkildə təbliğ olunarsa. Bizim babalarımız da yəni əsas Azərbaycançılıq anlayışı gələcəm ora. Bilirsən, Azərbaycançılıq anlayışı mənə görə dərin şəkildə işlənməyib. Düzdür, bütün qaynaqlar var əlimizdə. Bu dediyimiz kimi başlayır 1918-dən Azərbaycan Xalq Cümhuriyyəti qurulandan, hansı ki Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları birlikdə başlatdılar bu ideologiyanı indiyə qədər gəldi. Lakin bu sonradan türkçülüklə, digər anlayışlarla dəstəkləndi də. İndi konkret olaraq bu ideologiya var, lakin dövlət səviyyəsində ya xalq səviyyəsində işlənilmir bunun üzərində. Məsələn, mən bir müşahidə eləmişəm həmişə. Görürəm ki, universitetdə oxuyuruq da hamımız. Universitetdə bizə iki tip müəllimlər dərs deyir. Biri Sovet təhsil sistemində oxuyanlar, bir də müasir Azərbaycan təhsil sistemində təhsil alanlar. Sovet dövründə təhsil alanlar bizə daim gəlib Soveti tərifləyir, Sovetin xoş tərəflərini tərifləyir. Fikir verirəm, uşaqlar hamısı axsının suyun axıda müəllimlərə baxırlar. O Sovet xəyalında özlərini. Həftədə Sovetin vaxtı, ya Sovet vaxtında belə deyildi falan bu kimi. Amma bir də var müasir müəllimlər, onlar da başlayırlar Avropanı tərifləməyə. Uşaqlar bu səbəblə Avropanın xəyalı ilə
böyüməyə başlayırlar. Lakin mən həqiqətən istərdim ki, Azərbaycan öz hekayəsini yaradaq. Bəli. Azərbaycan öz hekayəsi olsun və biz Orada boşluğu aradan qaldıraq. öz hekayəmizin içində böyüyək. Bilirsiniz, əgər həqiqətən bir ideologiya formalaşmasa Azərbaycanda yaxın 5 ildə, əgər formalaşmasa həqiqətən bizi heç də qarşısını ala bilməyəcəyimiz fəlakətlər gözləyir. Çünki millət olaraq tamamilə ortadan qalxa bilər, yəni bu təhlükə məncə var. Sosiolojik cəhətdən çox gözəl izah edirəm. Bir də indi Azərbaycançılığın tarixi kontekstində toxunmaq istəyirəm. Əvvəla bunu bilmək üçün 80-ci illəri birinci yaxından müşahidə etmək lazımdır. 80-ci illərdə Azərbaycanda artıq bir boşluq yaranmışdı. Nəinki Azərbaycanda, bütün Sovet məkanında bir boşluq yaranmışdı ki, hakimiyyət mərkəzini zəifləyirdi. Artıq etnik qruplar, xalqlar artıq müstəqil olmaq istəyirdilər. Çünki bu vaxta qədər onlar kommunizmin təsiri ilə böyümüşlər, yetişdirilmişlər. Onlarda da millətçilik anlayışı yox idi əslində. Hər şey kommunizmə, Karl Marxın ideologiyasına xidmət etməlidir. Bu fikirlərlə yetişdirilmişdi bütün xalqlar, bütün gənclik, bütün vətəndaşlar. Lakin təbii ki, bütün tarixin dövrlərində olduğu kimi Sovet hökumətinin dağıtmaq üçün türkçülükdən istifadə edildilər. Çünki Cənubi Azərbaycanda da Qacarları devirmək üçün Cənubi Azərbaycanlılardan istifadə edildilər. İstər Səttarxanın başçılığı ilə olan üsyanlarda olsun, bunlardan da istifadə etdilər ki, sizə məşrutiyyət verəcəyik, amma heç bir şey olmadı. Xiyabanın başçılığı ilə olan onlardan da istifadə edildilər, amma yenə də heç bir şey olmadı. Pişəvərinin başçılığı ilə İranda kommunizmi zəiflətmək, İranda şah rejimini devirmək üçün kommunizm tərəfdarı olan türkçülərdən istifadə edildilər, yəni türklərdən. O da ancaq bir nəticə vermədi, yəni aldatdılar hamısını. Təbii ki, bu kommunizmi insanların beynindən silmək üçün təbii ki, biz artıq kommunizm olmayacaqdır. Biz artıq kapitalist dəyərlərə söykənən bir iqtisadiyyat quracaqdır, bir dəyərlər formalaşdıracaqdır. Həmçində Sovet hökumətinə artıq ciddi şəkildə tənqid edilməyə başlanır və yeni bir ideologiyaya ehtiyac var idi. Bu ideologiyalardan biri də Sovet hökumətinin dağıdılmasında əsas rolunu türkçülük ideologiyası idi. 92-93-cü illərdə Azərbaycanda hakimiyyətdə olan hökumət bu türkçülük ideologiyasından istifadə etdi dövlətçilik səviyyəsində. Amma mən deyərdim ki, bunun əslində yanlış bir addım idi. Çünki xalq kommunizm ideologiyasından yeni çıxıb və o türkçülüyə tamamilə yaddır. Türkçülük ona öyrədilməyib. Ayrıca Azərbaycan tarixi belə SSR tarixi adı altında o xalqa oxudulub. O öz tarixini belə yaxından oxuya bilməyib, tədqiq edə bilməyib. Və bunu birdən-birə türkçülük ideologiyasını aşılamaq çox yanlış bir hərəkət idi, yanlış bir siyasət yürütmək idi. Ona görə oldu ki, 92-93-cü il hökuməti qala bilmədi, yəni hakimiyyətə çıxıb getdilər. Və ondan sonra hakimiyyətə gələn Heydər Əliyev təbii ki, məkirli siyasət yürüdərək belə qərara gəldilər ki, həmçinin ziyalılar, Azərbaycan Milli Elmlər Akademiyası da bu haqda çox böyük rol oynadı. Akademiyada belə qərara gəldi ki, ziyalılar bu xalqa bir ideologiya lazımdırsa, o da Azərbaycançılıq ideologiyası olmalıdır. Çünki Azərbaycan biraz da qeyd etdiyimiz kimi çox polietnik bir coğrafiyadır, Azərbaycan coğrafiyası. Azərbaycan bir region kimi çox xalqlar burada və hər xalq Sovetdən çıxandan sonra artıq müstəqil olmaq istəyirdi. Əsas o düzgün bir addımdır məncə bu. Təbii ki, hər xalq müstəqil olmaq istəyir və bu bütün xalqları, məsələn, Talışlar müstəqil olmaq istəyirdilər, Ləzgilər müstəqil olmaq istəyirdilər, başqa xalqlar var idi ki, onların təbii ki, kənar siyasi müdaxilələrin nəticəsində bu olmuşdu. Hətta baş verirdi, yəni istəyirdilər. Üsyanlar qalxırdı, Gəncədə qiyamlar var idi. İndi bu xalqları, yəni etnik cəhətdən türk olmayan xalqı sən necə birləşdirə bilərsən? Yəni sən türkçülüklə təbii ki, birləşdirə bilməyəcəksən. Ona görə bütünüylə Azərbaycançılıq ideologiyası ortaya atılır ki, və indi də məşhur bir söz var ki, nə tatsan, nə türksən, hamımız Azərbaycanlı deyirdilər. Yəni ona görə də artıq Azərbaycançılıq ideologiyasının özəyi, mənbəyi ondan ibarətdir ki, hər xalq Azərbaycanda yaşayan türk, tat, talış, ləzgi, hər xalq öz milli dəyərlərini qorumalıdır, dilini, dinini, öz etnik mənsubiyyətini qorumalıdır, nəsildən nəsilə ötürə bilər, hər xalq öz dilində təhsil ala bilər, bu da konstitusiyamızda sabitdir. Lakin bunların hamısı öz mənafiyə xidmət etməlidir, Azərbaycan dövlətinə, yəni Azərbaycan dövlətçiliyinə xidmət etməlidir. Əsas dərdi bölüşməliyik biz. Hətta bir də şey də qeyd edeyim, hətta Azərbaycan dilinin, təbii ki 91-ci ildə Azərbaycan artıq iki yol arasında qalmışdı. Uzun illərdən sonra, təbii ki bir 270 ildən sonra Azərbaycan bir dövlət kimi var olacaqdı. Azərbaycan xalqı artıq özü öz ayaqlarının üstündə qalacaqdı, müstəqil olacaqdı. Yəni bundan sonra Azərbaycan xalqı belə qərara gəldi ki, Azərbaycan xalqının danışdığı dilə nə adı versinlər. Buna görə də Heydər Əliyev ziyalıları toplayır. Orada Bəxtiyar Vahabzadənin, orada Ziya Bünyadovun, İqrar Əliyevin çıxışları olur o konfransda və bir qrup qeyd edir ki, türk adı olsun. Bir qrup qeyd edir ki, Azərbaycan adı olsun, Azərbaycanca olsun dilin adı.
Heydər Əliyev burada təbii ki, Çox rədd şey edir. arqumentləşdirir orada. Hə, çox gözəl izah eləyir. Burada rədd edir təbii ki, şeyi ki, türk adı ola bilməz. Ola bilməz o mənada ki, yəni türk adı olsa, bugünkü kimi, yəni niyə türk adı seçildi? Çünki bu gün artıq etnik xalqlar arasında fikir ayrılığı olacaq. Xanlıqlardan aldığımız dərs olur. Təbii ki, bax xanlıqlardan aldığımız dərs mən tarixi bütünlük deyəndə bunu nəzərdə tuturdum ki, hər parçasından, hər hadisədən biz dərs çıxarmalıyıq, bunu öyrənməliyik ki, gələcəyimizi formalaşdıra bilək. Biz gələcəyimizi formalaşdıra bilək. Və bundan sonra da Azərbaycan dili, təbii ki, Azərbaycan dili adlanmağa başlayır. Azərbaycan dili adı qoyulur. Azərbaycanca, xalqın da adı olur Azərbaycanlı. Yəni bu coğrafiyada yaşayırsansa, buranın böyümüsənsə və ən çox da milli cəhətdən, mədəni cəhətdən bu xalqın mədəniyyətini qəbul etmisənsə, təbii ki, sən Azərbaycanlı sayılırsan. Bu gün etnik cəhətdən müxtəlifik. Amma mədəniyyət cəhətdən milli kimlik məsələsi var. Amma mədəniyyət cəhətdən müxtəlifik ya müxtəlif deyilik. Bunu mən mübahisə etmək istəyirəm ki, mədəniyyət cəhətdən deyəndə bu gün Talışın da mədəniyyəti Tatın mədəniyyətinə daha çox oxşuyur. Azərbaycan türkünün mədəniyyəti ləzginin kültürünə daha çox oxşuyur. Yəni eyni mədəniyyəti bölüşüb öz aramızda. Yəni qohumlaşıb da bunlar. Yəni etnik cəhətdən fərqlilik ola bilər, amma mədəni cəhətdən fərqlilik ola yoxdur. Bilirsən, mən burada qaranlıq qalan bir məsələ nədir? Biz indi bunu məsələn bu türklük məsələsi dedik ki, türkçülük, turançılıq ideologiyası çox da uyğun deyildi bizim coğrafiyaya. 90-cı illərdə uyğun deyildi, amma indi uyğundur. Bax indi artıq vəziyyət artıq yetişib, indi uyğundur artıq. Amma baxır o dövrə baxanda görürük ki, həqiqətən bax Əli bəy Hüseynzadə olsun, Əhməd bəy olsun, bunlar həqiqətən bu ideologiya üzərində çox işləyiblər. Hətta bu Turan ideologiyasının mənbəyi biz idi. Azərbaycandan çıxıb bu ideologiya, sonra Osmanlıya getdi. Osmanlıda Ziya Gökalp var. Onun vasitəsilə başladı Türkiyəyə yayılmağa. Bəs həqiqətən mənə maraqlı gəlir ki, o dövrdə bu insanlar məsələn bu dediyimiz mövzular var ya, bunları tam olaraq görə bilmirdilər. Sonra öz-özümə düşündüm, belə cavab tapıram ki, tam olaraq yəqin o qədər çox xaos var, o qədər çox həqiqət var imiş ki ortada. Məsələ çox belə xaotikləşmişmiş. Ona görə məcbur olaraq düşünüblər ki, heç olmasa o birisi xalqlar olmasa belə türklər burada çoxdur, heç olmasa türklərin belə deyək də ideologiyası altında birləşir. Həm də bilirsiniz bu həm də bir qədər axı Cənubi Azərbaycanda da bir nüfuzdur. Sən türkçü olanda bir qədər Cənubi Azərbaycanı da özündən birləşdirməyə cəhd göstərirsən, onu da istəyirsən. Məncə ümumi bu türkçülük anlayışı bu iki ayrılmış bu hissəmiz var. Bunu birləşdirmək üçün istifadə olunurdu o vaxtı. Mənim fikrimdir, mən belə düşünürəm. Hətta mən deyərdim ki, 20-ci əsrin əvvəllərində türkçülük üçün mövcud şərait də yəni o deyildi. Çünki 3 imperiyanın mərkəzində idik biz və burada biz cümhuriyyət yaradanda hansı təbii ki hər dövlətin birinci ideologiyası yaranır, sonra özü yaranır. Yəni biz cümhuriyyəti elan edəndə biz hansı ideologiyayla elan edəcəkdik? Ona görə Asifata çox gözəl qeyd edir ki, tələm-tələsik bir ideologiya yaratdılar. Türkçülük, İslamçılıq və demokratiya. Halbuki üçü də bir arada yəni tutuşmurdular. Hətta belə bir söz var idi, o bunu da tənqid edir Asifata ki, məsələn türkləşək, İslamlaşaq, müasirləşək. Məsələn o bunu tənqid edirdi ki, müasirləşmə, İslamlaşma, bunlar bir-birinə axı necə işləmirsə bunu, necə düzəltmirsən? Çünki İslam anlayışı bəlkə də mümkündür müasirləşmək deyəndə, yəni müasirləşmək mümkündür, amma o dövrdə işləmək məsələsi. O dövr üçün bilirsən ki, İslam həqiqətən o dövrdə artıq o şəriət məsələləri bir sıra çox xaotik idi, çox qarışmış şeydi, xurafat həddən artıq çox idi. Sən indi bunu işləməlisən axı bu məsələn necə işləməlisən ki, bu xurafatla müasir dünya bir-birinə qarışmasın. Asifata bunu həqiqətən mən hətta düşünürəm ki, bu Azərbaycançılıq ideologiyası var. Ən böyük tövhələrindən biri olan da Asifatadır. Çünki Asifatanın ümumi baxırsan onun ideologiyasına görürsən muğamçılıq var. Yəni aşıq sənətinə başqa bir yanaşma var, babətçilik var, hürrufilik var. Həm mədəni dəyərlər, həm də mənəvi dəyərləri birləşdirir. Ona görə mən düşünürəm ki, əgər bizə bir ideologiya lazımdırsa, bu belə lazımdırsa yox, lazımdır. Belə bir ideologiya olmalıdır. Və bizim üçün həqiqətən o dövrdəki ziyalılarımız çox işləyib, çox miras buraxıb. Ona görə Azərbaycan xalqı oturub, xalq yox, əsasən ziyalı qismimiz oturub bunun üzərində işləməlidir. Bir proqram tətbiq olunub, ölkəcə bunu əməl olunmalıdır. Məsələn, burada indi bu gün daha çox məşhurdur türkçülük ideyası, Türkiyə, pan-türk falan bu tür şeylər məşhurlaşıb. Məsələn, bizim ideologiyamız budur. Yəni hanı işlədiyin ortadadır, yoxdur heç bir şey. Sadəcə bəzilər məqalələrdə var sadəcə. Fanatik olublar. Məsələn, Karl Marx çox yəqin Karl Marx nə bəyənsəydi, bəyənməsəydi. Bu adam ideologiyasını yatmışdı, üstünə oturdu işlədi və Kapital adlı kitabını 3 cild kitab çıxartdı ki, yəni o adam əməli başlı işlədi üstündə. Yəni bizə də belə bir şəxs lazımdır ki, bunun üzərində işləsin və bu ideologiyanın üzərində işləsin, hər cəhətini araşdırsın. Asifatada 10 cild kitab yazıb onu. Bununla kifayətlənməməliyik axı biz. Bunu davam etdirməliyik. Onlar toplayıb ümumi bir proqram yaratmalı ki, bunu xalqa təqdim eləyə bilək də. Bilirsiniz, bu da həm də
sadəcə xalq səviyyəsində olmamalıdır. Bu həm də iqtisadi hədəflər, siyasi hədəflər, sosial hədəflər hamısı burada göstərir. Məsələn, mən araşdıranda bunları görüm hansı dövlətlər ümumi belə bir ideologiyaya sahibdir. Mən bunu Çində gördüm. Çində Chinese Dream adlı bir onların ideologiyası var. Bunu əsrlər əvvələ dayanmış Çin imperiyalarından götürüblər ki, məsələn, Çin imperiyalarının əsas məqsədi o idi ki, parçalanmışdı həmin dövrdə, padşahlıq dövründə. Məsələ o idi ki, Çini birləşdirsin və böyük Çin xalqı yaradılsın. Və həmin dövrdə 2012-də təsəvvürlənirsə, indiki prezidenti Çin Xi Jinping hakimiyyətə gələndə o bu ideologiyanı yenidən gündəmə gətirdi və onu iki yerə böldü. 2021-ə qədər Çinin inkişafı birinci mərhələsi, 2049-a qədər də ikinci mərhələsi. Burada da artıq o 2049-cu ildə deyilənə görə o ideologiya Çin xalqı tamamilə bütünləşmiş, rifaha çatmış, böyük mədəniyyətə çatmış, hərbi gücə çatmış bir xalqdır. Yəni ona görə onlar yoruldu və işləyirlər bütün. Bir şey deyim, Çin mədəniyyəti Konfutsinin təlimləri üzərində qurulubdur. Hələ də deyək də indi yeniliyə açıqdılar da, bunlar inkişaf edirlər. Amma təməldə Konfutsin mədəniyyəti var. Keçmişi inkar eləmirlər. Hələ də Konfutsin dərsləri keçirilir məktəbdə. Konfutsi öyrədilir. Demək məsələ nədir? Keçmişi inkar etmirlər. Həmin mədəniyyət üzərində həmin təməli qoruyub saxlayırlar və onu inkişaf etdirirlər. Dayanmırlar bir yerdə. Bildiyim qədər Yaponiyada deyəsən, Yapon olmağı öyrədirlər uşaqlara. Yapon olmaq nədir? Və bu gün Azərbaycanda təbii ki bir ideologiya cəhətdən bir boşluq var. Çünki Azərbaycanda və bu boşluq olmayanda başqa ideologiyalar, başqa fikirlər gəlib onun yerini tutur. Və bu gün Azərbaycan yad fikirlər də gələndə çox belə məkirli şəkildə gəlirlər. Bizim kimi görsənirlər bizə. Amma bizi biz olmaqdan çıxardırlar. Ulduz kimi görünürlər, amma elə deyil. Və bu gün məsələn türkçülük adı altında daha çox bizi milliyyətçilikdən uzaqlaşdıran sözlər var, ifadələr var, icraatlar var ki, bunlar biri hansıdır? Məsələn deyir ki, türkün türkdən başqa dostu yoxdur. Əslində bu çox yanlış bir ifadə. Çünki əsrlər boyu bu coğrafiyada yaşayan bütün insanlar etnik mənsubiyyətindən asılı olmayaraq hər biri bir-biri üçün canından keçməyə hazır oldular. Ən gözəl nümunəsi 5 il əvvəl baş verən o müharibədə oldu. Bütün etnik mənsubiyyəti müxtəlif olan insanlar orada getdilər, vuruşdular. Yəni türkün türkdən başqa dostu yoxdur deyəndə bu gün tarix boyu hansı ki Sovet hökumətinə qarşı Azərbaycanda tatlar da üsyan qaldırmışdılar. Yəni istər şimal bölgəsində olsun, ləzgilər də üsyan qaldırmışlar. Çünki Azərbaycan Xalq Cümhuriyyəti naminə bu dövlət yaşasın deyə. Yəni bu insanlar canlarından keçməyə hazır olublar. Yəni bunun üçün bütün bunlar görməzdən gəlib türkün türkdən başqa dostu yoxdur. Demək biraz yanlış bir ifadədir. Hələ də anlamıram ki, bu türkün türkdən başqa dostu yoxdur anlayışı var. O Qarabağ müharibəsindən sonra nə hələ davam edir, mən onu anlamıram. Çünki Qarabağ müharibəsi isbatlıdır ki, belə bu sualın özünü inkar edir, amma həmin insanlar ona əsaslandırırlar, bağlayırlar bir-birlərini. Çünki bayaq dediyim kimi ideoloji boşluq var və üstəgəl gənclərdə sosial medianın təsiri altında xüsusən də heç uzağa getməyəcəm. Elə qonşu ölkədən gələn ideologiyalar var ki, məsələn mən arada indi hamımız universitetdə oxuruq. Yəni gənclər arasında daha çox oluruq. Gənc insanlar arasında yaşlarımızdan daha çox olur. Onlarda mən bəzən fikir verirəm ki, kimisi başqa bir dövlətin tarixi şəxsiyyətini pərəstiş eləyir. Məsələn, Atatürkçülük olsun, biri çıxıb Ənvərçilik olsun, Ənvər Paşacı, yəni Osmanlıcılıq olsun. Düz deyə baxarsan görürsən o ideologiyalarda hamısı da bizim şəxsiyyətlərin əli var. Ona söz yox. Yəni öyrədilməlidir. Bir tarixçi kimi məşğul olarsan, öyrənməlisən, tanıyarsan, amma bunu bir yəni sən aşırı dərəcədə başqa bir dövlətin rəhbərinə belə sitayiş ola bilmir. Yəni Hitler var, yəni Stalinə pərəstiş var. Kimlik boşluğu var. Kimlik boşluğu var təbii ki. Yəni ideologiya boşluğu var. Bunun yerini doldurmaq üçün də əcdadımız əsrlər boyu çalışıb. Hətta bir tanınmış bir bloger var idi, adını çəkməyəcəm. O hər dəfə deyir ki, mən Azərbaycan xalqına ona görə heyfsilənirəm ki, Azərbaycanlıların bir Konfutsisi yoxdur. Əslində Azərbaycanlıların Konfutsisi çoxdur təbii ki. Mənim şəxsi fikrim budur ki, Nəsrəddin Tusinin o Əxlaq-ı Nasiri əsəri, yəni bir Konfutsinin yazdığı əsərə bərabərdir. Yəni mən bunun güclü tərəfdarıyam ki, Əxlaq-ı Nasiri əsəri məktəblərdə tədris edilsin, uşaqlara bir fən kimi o keçirilsin, onun üzərində öyrədilsin. Onun üzərində o şərhlər yazılsın. Şərhlər yazılsın, o kitab haqqında çox danışılır. O kitabın özünə məxsus bir ideologiyası var. Məsələn, Bəxtiyar Vahabzadə deyirdi, mən hələ də başa düşə bilmirəm ki, röportajında deyirdi ki, niyə Cəlaləddin Rumi dərslərdə, məktəblərdə, universitetlərdə bizə başa salınmır?
uşaqlara keçirmir. Deyir biz materializmi də səhv etdik, indi idealizmi də səhv etdik. Biz dərinləşmirik. Bəxtiyar Vahabzadə ömrünün son günlərinin, ömrünün son vaxtlarında təsəvvüfdən təsirlənmişdi. Hətta orada danışanda, son vaxtda danışanda masanın üstündə kitab var idi. Qəzalinin kitabı var idi orada. Qəzali. O çox təsirlənmiş oldu. Bir də bayaq sizin dediyiniz o türkün türkdən başqa dostu yoxdur sözü var. O dediyim bax etnik milliyyətçiliyə gəlib çıxır. Yəni bu o demək ki, sən artıq başqa xalqın bir məsələn istismarına göz yumursan, göz yuma bilərsən. Türkün türkdən başqa dostu yoxdur. Sözlə. Bir də mən burada bir məsələyə toxunmaq istəyirəm bu ümumi olaraq. Əgər bir var cəmiyyətdə ideologiya olmur, bir də var ki, cəmiyyət artıq mövcud ideologiyadan uzaqlaşır. Burada da əslində cəmiyyətin bir çöküşü yaşanır. Məsələn, Osmanlı uzun müddət İslam bayrağı altında bu coğrafiyanı idarə elədi, yəni İslam ideologiyası altında. Amma nə vaxt ki, artıq İslamdan uzaqlaşmağa başladı tədricən, İslam da əslində o strukturlar var idi, strukturlar da bir qədər köhnələşməyə başladı. İçəridən Bəli, içəridən çürüməyə başladı. Gördük, yavaş-yavaş məsələn Osmanlı çürüməyə başladı. Ondan sonra məsələn Sovet imperiyasının əsas ideologiyası nə idi? Bərabərləşmək, sosial bərabərlik. Lakin nə vaxt artıq o formal bir xarakterdə daşımağa başladı, sözdə sadəcə bərabərçilik məzmunu meydana gəldi, artıq gördük Sovetdə çökdü və sair belə. Ümid edirəm ki, bu günlük bəs eləyər bu qədər. Başqa sözləriniz var bu məsələ barəsində? Xeyr, inşallah. Başqa danışılası çox söz var. Çox söz var, amma vaxtı təəssüf ki, imkan verir. Bir günlük bu qədər. Hər şeyə həddindən çox olanda dadı duzu qaçır. Hər birinizə təşəkkür edirəm. Həqiqətən çox maraqlı bir podkast keçdi. Sizlərə də izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti podkastlarda görüşənədək sağ olun, salamat qalın.